Bismillah, elhamdülillah, və salatu və salamu alə mən la nəbiyyə bə'də. Qardaş sual verir ki, sosial şəbəkələrdə qısa içərisində muzika olan videoları paylaşmağın hökmü nədir? İlk öncə Allahdan istəyirəm ki, Allah-u Teala bizə verdiyi bu nur üzərində, hidayət üzərində sabit eyləsin. Çünki həqiqətən hidayət elə bir nemətdir ki, Allah-u Teala bu neməti hər kəsə vermir. Baxırsınız ki, gözəlliyi, gücü, vəzifəni, pulu və hər kəsə verə bilir. Ancaq hidayət nemətinə gəldikdə isə Allah-u Teala bu neməti ancaq sevdiyi şəxslərə verdiyi bir nemətdir. Allahdan istəyirik ki, Allah-u Teala bizə verdiyi bu nemət üzərində sabit etsin. Əmin. Muzika elə bir şeydir ki, insanın qəlbində qadına baxmaq necə fəsad yaratırsa, necə qəlbi xəstələtirsə, necə orada nifaq toxumlarını oyadırsa, eləcə də muzika insan qəlbində mənfi təsirlər olur. İnsanın ona bağlanması olur. Və xüsusən əgər oxuyan qadındırsa, Allah qorusun, onun səsindən insan təsirlənir və şəhvət tərəfə yönəlir. Yəni bunlar haqdır. İnsan bəzən bunu görməyə bilər. İnsan bəzən bunu hiss etməyə bilər. Ancaq insanlar bunu hiss edir. Elm əhli və həmçinin də belə məsələlərdən uzaq olan insanlar belə bir şey gördükləri zaman həqiqətən də onlar çox əziyyət çəkirlər. Yəni özlərini o hala salmaq üçün nə qədər əziyyət çəkmişlərsə, bir baxışla və bir səslə onların halı dəyişir və təzəldən onlar öz hallarına qaydana qədər xeyli əziyyət çəkirlər. Allah qorusun. Və bilmək lazımdır ki, ilk öncə dinimiz, İslam bizə muzikanı haram etmişdir. Onu dinləməyi və onu başqasına dinlətməyi və onu dinləməyə insanlara yardım etməyi və o oxunan məclislərdə, muzika olan məclislərdə iştirak etməyi və həmçinin onu yazmağı, bəstələməyi hamısını dinimiz haram etmişdir. Yəni bu Allahın bizə qoyduğu hədlərdəndir və biz də gücümüz çatan qədər, bacardığımız qədər səy göstərməliyik bu Allahın qoyduğu hədləri aşmamalıyıq. Haramlığına gəldikdə isə Allah-u Teala Quran-ı Kərimdə bunun barəsində ləhvəl hədith deyə zikr etmişdi və həmçinin Peyğəmbər s.ə.v hədislərindən də gəldiyi kimi orada bir neçə sinif gətirir. Onlardan biri də, yəni qiyamətə yaxın elə bir insanlar gələr ki, onlar musiqini halal sayarlar. Belə hədis keçir. Və bu da dəlildir ki, sübutdur ki, muzika həqiqətən də müsəlman üçün zərərlidir və müsəlman üçün Allah-u Teala'nın haram etdiyi əməllərdən biridir. Ona görə yaxşı olar ki, ən gözəl olan odur ki, insan Allahın Rəbbinə, yəni insan öz Rəbbinə tabi olsun, və onun qoyduğu hədləri aşmasın. Və bu muzika məsələsində başqalarının günahını da daşımasın. Bir var, insan öz nəfsinə sahib dura bilmir. Öz nəfsini himayə edə bacarmır, dinləyir. Və bir də var ki, insan bunu paylaşır və sənin paylaşmağın səbəbilə 100 nəfər, 1000 nəfər və o da başqasına Subhanallah gəlib 10.000 nəfərin dinləməsinə səbəb olur. Ən azından 100 nəfərin dinləməsinə səbəb olursan, o bil ki, o 100 nəfərin də günahını sən daşıyırsan. Ona görə hədislərdə gəlir ki, kim xeyrə səbəb olarsa, onun mislində savab yazılar. Onun etdiyi əmələ görə o edən şəxsin əməlindən, savabından azalmadan ona səbəb olan insana da savab yazılır. Həmçinin də günah da bu şəkildədir. Ola bilsin ki, sən elə bir günah kanalı açmışsan ki, evdə oturduğun zaman, ibadət etdiyin zaman, namaz qıldığın zaman Subhanallah sənə günah açılır, sənə günah yazılır. Misal olaraq, ola bilsin ki, sən şadlıq sarayı tikmirsən və orada içki var və orada qadınlar, kişilər bir-birinlə qarışıb oynayırlar və nə qədər şeylər var ki orada. Amma sən isə namaz qılırsan və sənin namaz qıldığın halda orada nə qədər insan varsa onların günahını daşıyırsan və orada içilən içkinin günahını daşıyırsan. Çünki ona səbəb sən olduğun üçün. Ona görə bu məsələ həqiqətən ciddi məsələdir. İnsanın çəkinməsi vacib olan bir məsələdir.
Ona görə də yaxşı olar ki, qardaşım, ən birinci özümüzü islah edək, muzikadan uzaq olaq. Çünki muzika şəriətimizin haram etdiyi bir şeydir. Vallahi ki, əgər biz istəyəriksə, Allah-u Teala bizə yardım edər. Kimsə deməsin ki, mən bundan bacarmaram. Elə insan var çünki bütün günü muzika ilə keçir. Və deməsin ki, mən bu muzikadan ayrıla bacarmaram. Xeyr, bacararsan. Əgər kim Allah üçün bir şeyi tərk edərsə, Allah-u Teala ona ondan daha xeyirlisini nəsib edər. Və həmçinin kim Allah üçün bir şeyi tərk etmək istəyərsə, o etdiyi şeydə, etmək istədiyi şeydə Allah-u Teala ona yardım edər. Və bil ki, sənin o muzikadan tapdığın o həzz, o ləzzət, həzz, rahatlıq deyil. Sadəcə şeytanın onu sənə elə göstərməsidir. Əsl həzz, əsl ləzzət, əsl rahatlıq Allahın kitabındadır. Çalış onu Quran ilə əvəz elə. Əgər nəsə paylaşmaq istəyirsənsə, insanların neyəsə qulaq asmağını istəyirsənsə, onda durumlarda Allahın ayələrini paylaş, Quran paylaş. Və bil ki, sənin paylaşdığın Quran ona qulaq asan insanların qəlbinə təsir edəcəkdir. Onların qəlbinin xəstəlikdən qurtarmasına səbəb olacaqdır. Və necə ki, gəlir ki, o vaxtlarında Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtlarında kafirlərdən biri olur. Peyğəmbər sallallahu aleyhi və səlləm özdə adı yadımdan çıxıb qəbilə başçısı olur bildiyim qədər. Peyğəmbər sallallahu aleyhi və səlləm onu məscidə bağlamağa əmr edir. Məscidin sütunlarından birinə bağlayırlar və məsciddə hər səhər fəcr namazında, məğrib və işə namazında Quran ayələri namaz səsli qılınır və o həmənki şəxsdə hər zaman namaz qılındığı zaman Allahın ayələrini eşidərdi. 1, 2, 3 gündən sonra Subhanallah, Allahın ayələri onun qəlbini necə də çevirdi. Fikir verin, Subhanallah. Ona görə yəni o insanın müşrik olan, kafir olan bir insanın Qurana qulaq asması, Quranı dinləməsi İslama hidayətə gəlməsinə səbəb oldu. Əgər sən də kiməsə nəsə fayda vermək istəyirsənsə, başqa şey də bilmirsənsə, onda qoy durumlarında Allahın ayələrini paylaş. Allahın ayələrinə qulaq asmağa səbəb ol. Və belə olduğu zaman sənin paylaşdığın bu paylaşım səbəbilə nə qədər insan qulaq asarsa, onun savabı sənə vardır. Və həmçinin sənin səbəbinlə bir insan hidayətə gələrsə, o bu sənə yer və onların arasında olan hər bir şeydən xeyirlidir. Və subhanallah, bundan böyük bir neymət mi ola bilər? Ona görə qardaşım, yəni o kanalın ucunu başqa bir yerə çevirmək lazımdır. Yəni fayda olan bir yerə çevirmək lazımdır ki, evdə oturduğun halda belə sənə savab gəlsin. Və bir də günümüzün ən böyük müsibətlərindən biri də odur ki, hicab əhli və həmçinin də sünnədə olan qardaşlarımızın toylarda iştirak etməsidir. Həqiqətən bu müsəlman üçün böyük bir müsibətdir. O toylar ki, o toylarda muzika çalınır. O toylar ki, o toylarda içki var. O toylar ki, o toylarda kişilər və qadınlar bir-birinə qarışaraq oynayırlar. Subhanallah. Yəni həqiqətən bu bir müsəlman üçün, bir müsəlman əxlaqına yaraşmayan və həmçində bir mömin insanın imanına yaraşmayan bir hərəkət. Yəni bu Allahın verdiyi o nemətə, iman nemətinə qarşı olan bir nankörlükdür. Yəni bəzi insanlar var, bunu bilmirlər. Ancaq Rəbbim sənə bunu bilməyi nəsib etmişsə, demək burada Rəbbinin sənə olan bir hikməti vardır. Rəbbinin sənə olan bir sevgisi, sənin üçün seçdiyi bir xeyir vardır. Sən isə bu xeyri məhəl qoymursan və Allahın sənə verdiyi bu hidayət nemətindən istifadə etmirsən. Və insanların sənə nə deməsini fikirləşirsən, ancaq yerin göyün sahibinin sənə verilən bu nemətdən sonra, hidayət nemətindən sonra sənin belə əməl edib və sonra Allahın qarşısına nə cavab edəcəyini fikirləşmirsən. Ona görə bu məclislərdən uzaq olmaq lazımdır. Xüsusən də insan, bəziləri var ki, özləri getmir, öz həyat yoldaşını göndərir. Elə bil ki, özünü cənnətə aparır və həyat yoldaşını isə cəhənnəmə atır. Və bəziləri getmir, öz evladını, uşağını, qızını, oğlunu göndərir və özü elə bilir ki, bununla günahdan qurtulmuş sayılır. Xeyr, elə bil ki, sən evladını öz əllərinlə cəhənnəmə atırsan.
və onun günaha düşməsinə səbəb olursan və bu da sənin səbəb olduğun üçün sənin də həmçinin günaha düşməyinə səbəbdir. Və sənin onu göndərməyin, bir var ki, sənin özün getməyin, yəni özün üçündür, ancaq sənin başqasını göndərməyin, həyat yoldaşını, oğlunu, qızını göndərməyin isə onun və həmçində sənin öz günahının, iki günahı bir yerdə öz boynuğa götürməyindir. Bundan Allaha sığınırıq. Allahdan istəyirik ki, Allah-u Teala bizi ibadət, itaət üzərində sabit eyləsin. Bizə verdiyi bu iman, hidayət, neməti üzərində sabit eyləsin. Və bizi fitnə əhlindən uzaq etsin. Və bizi daim xeyirli insanlarla qarşılaşdırsın. Və şər olan ətrafımızı bizdən uzaqlaşdırsın. Və bizdə onlara qarşı nifrət və bizdə onlara qarşı, o şər insanlara qarşı, insanlar arasında fitnə fəsad salan insanlara qarşı qəlbimizdə onlara meyl etməkdən qorusun. Allahdan istəyirik ki, Allah-u Teala bizi xeyir üzərində cəm etsin və bir-birimizə daim nəsihət, tövsiyə verənlərdən etsin və bu nəsihəti, tövsiyəni qəbul edib əməl etməyə müvəffəq etsin. Əmin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.